Bizim həzm sistemi necə işləyir? Yemək yedikdən sonra qida ilə nə baş verdiyini heç düşünmüsünüz? Yediyimiz qidalar orqanizmimizin istifadə edəcəyi formada deyil. Buna görə də həmin qidalar daha sadə birləşmələrə parçalanmalıdır. Qida həzm olunduqdan sonra orqanizm tərəfindən sorulur. Həzm sistemi yediyimiz qidaları enerjiyə çevirən mükəmməl bir mexanizmdir. Gəlin bu prosesi addım-addım izləyək. Ağız boşluğu. Həzm ağız boşluğundan başlayır. Burada dişlər qidanı kəsir, daha kiçik hissələrə parçalayır. Eyni zamanda ağız suyu vəzlərinin ifraz etdiyi maye qidanı isladaraq yumşaldır və onun udulmasını asanlaşdırır. Dil qidanı ağız suyu ilə qarışdırır və onu çox kiçik hissələr halında qida borusuna ötürür. Qida borusu. Ağız boşluğunu mədə ilə əlaqələndirən əzələli, boru şəkilli orqandır. Qida borusunun əzələləri yığılıb boşalaraq dalğavari hərəkətlər əmələ gətirir. Bu hərəkətlər sayəsində qida mədəyə doğru ötürülür. Mədə qalın əzələli, divarlara malik orqandır. Mədənin divarlarından şirə ifraz olunur. Mədə divarını əmələ gətirən əzələlərin yığılması sayəsində qida və mədə şirəsi tam qarışır. Təxminən 4-6 saat qarışdıqdan və həll olduqdan sonra maye halında olan qismən həzm olunmuş qida horrası nazik bağırsağa ötürülür. Nazik bağırsaq. Horraya çevrilmiş qida nazik bağırsağa daxil olur. Qaraciyər və mədəaltı vəzi həzmin köməkçiləridir. Onlar qidanın parçalanmasına yardım edən xüsusi şirələr ifraz edir. Burada qida maddələri həzm olunaraq qana sorulur. Yoğun bağırsaq. Yoğun bağırsaq nazik bağırsağa nisbətən daha qısa olur. Yoğun bağırsaqda qida qalıqlarının tərkibindəki artıq qalan maye qana sorulur. Qidanın qalan hissəsindən nəcis kütləsi formalaşır. Anus. Həzm kanalının sonunda yerləşən bu dəlik vasitəsilə nəcis bədəndən xaric olunur.